Salam, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə humus hazırlayacağıq. Humusu hazırlamaq üçün əvvəlcə noxud qaynadılır, blenderə yerləşdirilir. Üzərinə göründüyü kimi duz, paprika, istiot, tahin əzməsi, limon suyu və zeytun yağı əlavə edilir. Ya rondada, ya da blenderdə əzilir. Ekranda yazılmış resept 300 qram noxud üçün nəzərdə tutulmuşdur. Noxud qaynanmamışdan əvvəl bir neçə saat suda islaha qoyulur. Bu zaman onun suyunu 1-2 dəfə dəyişmək məsləhət görülür. Yeməyin teksturası pürüzsüz, ipəksal olan zaman deməli tamamilə hazırdır. Bu yemək məzədir. Ona görə də onu məzə qablarında təqdim eləmək daha məqsədə uyğundur və üzəri bəzənilir. Budur, artıq məzəmiz hazırdır. Maraqlı, yüngül bir məzədir. Siz də hazırlayın. Nuş olsun, ağız dadınız heç zaman pozulmasın.